21 gün boyunca şəkərsiz qidalanıram. Gün 21. Bu challenge-ı başa vurduğuma görə sizə biraz gördüyüm nəticələr haqqında danışmaq istəyirəm. İndidən deyim ki, bir dəfə pozmuşam, amma yenə də nəticə gördüm. İlk olaraq bu günlər ərzində cəmi 3 kiloqram çəki itirdim. Səhərlər oyanmaq nisbətən daha rahatdır və gün boyunca çox daha enerjili oluram. Ən böyük təsiri isə üzümdəki və bədənimdəki səpkilərdə gördüm. Yəni belə başa düşdüm ki, mən şirniyyat yeməsəm, əslində heç bir səpkim olmaz və bədənimdəki şişkinlik, narahatlıq, ağırlıq hissi yox deyəcək qədər azaldı. Lakin bundan sonra qazlı içkilər içməyəcəyimə artıq əminəm. Çünki əvvəllər elə bilirdim ki, çöldə yediyim yeməklər məndə narahatlıq hissi yaradır, amma indi öyrəndim ki, çöldə yediyim yeməklər yox, onların yanında içdiyim qazlı içkilər bu hissiyatı yaradırmış. Üzümün son halı isə bu formadadır və 21 günün sonunda gözəl bir desert yedim və həqiqətən bunları etməyə dəyərdimi deyə həyatı bir sorğuladım. Nəticə olaraq düşünürəm ki, özümüzü heç nədən məhrum etməməliyik. Hər şeyi balanslı bir formada yesək, bir ziyanı da olmaz. Belə videoların davamı üçün məni izləməyi unutmayın. Növbəti dəfə hansı challenge-ları yoxlayım, şərhlərdə yazarsınız.